Salam aleyküm, hörmətli kanalın izləyiciləri. Sizləri salamlamaqdan şadam. Uzun müddətdir paylaşımlar eləmirdim müəyyən səbəblərdən dolayı. Hal-hazırda inşallah fikirləşirəm ki, hər hansısa bir mövzularda videolar çəkim. Bu da qayıdır tələblərə, yəni qulaq asan, dinləyən, baxan kanal izləyicilərindən xahiş edirəm ki, mövzularla bağlı istəklər bildirsinlər ki, o mövzuları əhatə edə bilim inşallah. Hansı mövzularda istək olarsa inşallah ona uyğun o mövzularda biliyimi paylaşmaqdan məmnun olaram. İnşallah davamlı olar deyə düşünürəm. Çalışıb davamlılığı qoruyub saxlamağa çalışacağım. Bugünkü mövzumuz, bugün çəkəcəyim videonun mövzusu əvəzləşdirilməmiş qaymələrin siyahısının təyin olunmasıdır. Biz bunun üçün sadə Excel cədvəllərindən istifadə edərək nəticələr əldə etməyə çalışacağıq. Bu mövzu ki, müzakirə olunacaq mövzu ümumən götürdükdə hal-hazırda bir çox mühasiblərin əziyyət çəkdiyi yerdir. Çünki bir çox iri müəssisələrdə böyük müəssisələrdə əvəzləşdirilməmiş qaymələrin siyahısını hər hansı proqram təminatlarından əldə etmək asanlığı varsa, kiçik müəssisələrdə əməliyyatlar sayı az olur deyə izləmək rahat olur. Amma biraz orta müəssisələrdə, kiçik və orta müəssisələrdə, mikro sahibkarlarda ədəbi ediciləri üçün əvəzləşdirilməmiş qaymələri izləmək rahat. Böyük müəssisələrdə sahibkarlar bu sahəyə proqram təminatına bağlı pul xərcləyirlər deyə burada da rahatdır. Amma kiçik orta biznes sahələrində bu qaymələrin orta bir sayda olduğuna görə sahibkar bəzən pul xərcləmək istəmir. Mühasiblər də bildiyi qədərindən, mümkün qədərindən izləməyə çalışır. Bu əlavə dəyər vergisindən bağlı hansı ki mühasib kursumuz var idi. Mühasiblərin 3 mərhələli şəkildə kurs paylaşdığım kursda bizim tam olaraq əvəzləşdirilməmiş qaymələrlə bağlı, əvəzləşdirilmiş qaymələrə gələn uyğunsuzluqlardan biri sırf əvəzləşdirilməmiş qaymələrin siyahısının olmamağından dolayı olur ki, bəzi mühasiblər əvəzləşdirilməmiş qaymələrin siyahısı olmadığından bir qayməni bir neçə dəfə əvəzləşməyə salır və bunun nəticəsi etibarından vergi orqanı haqlı olaraq uyğunsuzluq göndərir və bu siyahının əldə olunması üçün indi sizə bir neçə gedişlə rahat qaydada əvəzləşdirilməmiş qaymələrin siyahısını çıxartmağı inşallah göstərəcəm. Əlavə dəyər vergisi mərhələsində kursun biz sırf elektron qaymə üzrə hansı tipli uyğunsuzluqlar gəlir, biz ondan detallı danışmışıq. Biz bunun üçün ilk öncə daxil olduğumuz yeni sistemdən, New Etaxes'dən elektron qaymələr bölməsindən daxil olmuş qaymələri filtrləyərək dövr seçirik. Biz burada 3 illik dövrü seçə bilərik. 2025-2022-nin əvvəlindən əslində uzun müddətli də seçə bilirik, məlumatları götürə bilirik. Mən sadəcə indi istəyirəm ki, sırf 3 illik dövrə əhatə eləyək və filtrləri tətbiq eləyək. Daha sonra Excel formatda ilk öncə qaymələri yükləyirik. Qaymələri yüklədikdən sonra qaymələr üzrə məlumatları daha səliqəli hala salırıq. Elektron qaymələrin olduğu ərazini Ctrl-A vurduqdan sonra Ctrl-T eləyirik. Daha sonra hamısını bir səliqəli halda bir yerə yığırıq. Burada diqqət eləmək lazımdır ki, bəzən elə olur ki, gələnlər bölməsində bildiyiniz kimi aktların növlərindən malların avans qaymələrini və qaytarılmış qaymələri ya siz silə bilərsiniz və ya həmin məlumatları gizlədə bilərsiniz. Biz indi sildik və bu cədvəldə istifadə olunmayacaq digər bölmələri bağlayırıq ki, bu məlumat çoxluğu olmasın, cədvəlimiz biraz daha yığcam olsun. Amma ümumilikdə bayaq sadaladıqlarımdan əlavə hər hansı bir məlumatın bu cədvəldən silinməməsinin tərəfdarıyam. Məlumatlar nə qədər çox olsa, bir o qədər sizin üçün faydalı olar. Biz tarix formatına keçmək üçün treni nöqtəyə dəyişirik. Biz elektron qaymənin seriyasından nömrəsini birləşdiririk. Burada
bunu yazmaqla. Daha sonra bunu hamısı üçün tətbiq edirik və burada olan məlumatlar bizim elektron qaymə üzrə eləyəcəyimiz əməliyyatlar hazırdır. Elektron qaymə yazaq. Biz elektron qaymələrin siyahısını götürdük. Hər hansı bir müəssisə üzrə 3 illik deyək ki, müəssisənin fəaliyyəti başlayıb 2022-ci ilin yanvarından o dövrdən bugünkü günə qədər olan biz əvəzləşdirilməmiş qaymələrin siyahısını birlikdə inşallah bu üsulla tərtib edəcəyik. Bu cədvəl üzrə məlumatlar hazır. İndi keçirik növbəti prosesə. Növbəti addımımız həmin müəssisənin 2022-ci ilin yanvar ayından başlayaraq, yəni fəaliyyəti olduğu dövrdən məlumatlarını, əvəzləşdirilmiş qaymələrinin siyahılarını, yəni ümumən götürdükdə 12 ay, 3 ildə 36 ay eləyir. 36 dəfə siz bu əməliyyat təkrarlamalısınız. Yəni biraz məsələnin sırf bu hissəsi biraz əziyyətlidir, amma ümumən proses o qədər də, yəni biraz böyük müəssisələr üçün bu əziyyəti çəkməyə dəyər. Çünki maksimum mən dediyim bu 3 illik əməliyyatı siz işləsəz, maksimum sizin 1 saat vaxtınız gedər. 1 saatda siz, yəni sizin müəssisə üçün əhəmiyyətli olan rəqəmləri götürə bilərsiniz. Burada məlumatların götürülməsi prosesində çox diqqətli olmaq lazımdır. Sırf köhnə qaymələrdə və yeni qaymələrdə xüsusilə demək qaymənin seriya hissəsində sıfırla olan rəqəmlər bir çox sırf sıfır başlığı olduqda Excel-ə kopyalanma zamanı bu sıfırlar silinir. İndi hal-hazırda burada sıfır olmadığından o silinmə olmadı. Amma digərlərində olur. Ona görə biz həmin nömrə hissəsini, seriya yox, nömrə hissəsinin düşdüyü sütunu ümumilikdə eləyirik text formatındakı samifdən istifadə edəcəyik bu əməliyyatı yəni yekun vurmaq üçün. Biz Ctrl-T eləyirik. Ctrl-T elədikdən sonra elektron qaymə hissəsində işlədiyimiz bunu, yazdığımız bu formula deyək, funksiyanı daxil edirik bura. Burada biz seçməliyik buranı, üzr istəyirəm, qaymə. Və növbəti aylar üzrə əvəzləşmiş qaymələrin siyahısını kopyalayıb götürürük. Siz bunu 36 dəfə 3 illik məlumatlar götürmək üçün 3 dəfə təkrar eləməlisiniz. Daha sonra burada daha bir praktiki məqam. Siz sonra hər hansı bir analiz etmək istədikdə ki, bu hansı dövrdə bu qaymə əvəzləşib, ona görə bu qaymənin dövrünü əlavə eləmək lazımdır. Misal üçün, biri 22-ci il belə yaza bilərsiniz. Mən bunu tətbiq edirəm adət üzrə. Biri 22-ci il, 1-ci ay, 2022-ci ilin 1-ci ayı, 2-ci ay 2022, daha sonra 3-cü ay götürürük məlumatlarını mart. Və eyni qaydada kopyalayıb yapışdırırıq. Yenə də buraya yazırıq 3, 23, 22 istəyirəm. Aprel. Mən bir ilin məlumatlarını və yaxud da ilk 6 ayın məlumatlarını götürüb bitirəcəm. Siz amma bunu özünüz inşallah biraz daha 3 ilin məlumatlarını götürüb daha detallı özünüz üçün yığa bilərsiniz. Mən sadəcə praktiki olsun deyə, vaxt azlığı, yəni vaxt çox olmasın deyə məlumatları qısa olaraq
götürəcəm inşallah. İlk 6 ay üzərindən baxarıq məsələyə. Və burada diqqət edin ki, bəzən elə olur ki, fikir verirsiniz bu ayda 2 bəyannamə verilib. Bəyannamənin biri 8 elektron qaymə əvəzləşməyə salınıb, digərində isə 7-dir. Bəzən elə olur ki, biz bunu seçdikdə o 8-i əvəzləşməsi 8 olan bəyannamənin əvəzləşməsini gətirir. Ona görə o məsələdə diqqətli olmağınızda fayda var. Və bu rəqəmləri də atıram. Mütləqdir ki, yəni table variantında işləyəsiniz bu əvəzləşmə hissəsini mütləq. Və burada gördüyünüz kimi bu text formatında, bu text formatında olmasaydı bu 0 bura düşməyəcəkdi, bu 0 da düşməyəcəkdi. Burada olan bütün sıfırlar düşməyəcəkdi və biz sum if eləmək istədikdə bu həmin elektron qaymənin məlumatı üzərindən həmin məlumat gəlməyəcəkdi. Və biz nə edirik? Əvəzləşməmiş qaymələri siyahısını tapmaq üçün elektron qaymə üzrə bölmədə, sheetdə əvəzləşmiş qaymələrin məbləğlərini buradakı elektron qaymə yazaq burada. Elektron qaymələrin qarşısına gətirəcəyik. Burada sum if verərək. Sum if ödənilmiş ədəvi, yəni əvəzləşdirilmiş ədəvidir bu. Sum if-dən ümid edirəm ki, istifadə edə bilirsiniz. Əvəzləşmiş qaymələrdən gətiririk. Yaxşı, belə göstərim biraz daha uyğun olsun. Əvəzləşmiş qaymələrdən gətiririk. Bu kriteriya olaraq bunu götürürük. Siyahısı olaraq və kriteriya bunu. Və bunu da bütün qaymələrə tətbiq edirik. Bu gördüyünüz bizim hansı ki qaymələrdir ki, əvəzləşib. Və burada nə edirik? Biz həmin əvəzləşməmiş qaymələrdə, yəni bu ümumi qaymənin siyahısından çıxırıq əvəzləşmiş məbləğləri və bunu da tətbiq edirik hamısı üçün. Və gördüyünüz kimi burada hər hansısa bir qaymədən bu 540 manatlıq ədəvi hissəsi görürsünüz əvəzləşib və biz nə edirik? Burada şərti formatlama veririk. Şərti formatlama veririk. Şərti formatlamada deyirik ki, sıfırdan böyük olan əvəzləşməmiş ədəviləri yaşıl olaraq göstər. Və yaxud da biraz daha sarı seçdim. Yaşıl olaraq göstər. Və bəzən olur ki, sizin əvəzləşməmiş qaymələrinizi daha rahat görməyiniz üçün təkrar olan qaymələri görmək üçün, artıq bir qaymə üzrə artıq əvəzləşdirilmiş məbləği görmək üçün ola bilər ki, siz 540 manatlıq həmin bu qayməni 2 dövrə salmışsınız ədəvi bəyannaməsi üzrə. O halda siz 540 əgər həmin qaymə düşsəydi hər hansısa bir dövrə, misal üçün 541 də yazıram. 2 dəfə əvəzləşdirmişsiniz bu qayməni. Fikir verirsiniz, bu mənfiyə getdi, amma siz mənfini heç cürə ayıra bilmirsiniz bundan. Ona görə biz bir dənə də şərti formatlama veririk həmin sütuna və deyirik ki, sıfırdan kiçik olanları qırmızı ilə göstərir. Və biz hər hansısa bir növbəti dövrün əlavə dəyər vergisi bəyannaməsini tərtib eləyərkən birinci baxırıq artıq əvəzləşdirilmiş elektron qaymələrin siyahısına ki, qırmızıya düşməsin və yaxud da bəyannaməni təqdim etmədikdən öncə baxırıq ki, biz əvəzləşməni yığdıqdan sonra buradakı qayda ilə, eyni qayda ilə gətirib həmin, misal üçün biz oktyabr ayının bəyannaməsini noyabrda təqdim edəcəyik. Oktyabr bəyannaməsinin əvəzləşməsini yığdıqdan sonra gətirib bura cədvələ birləşdiririk həmin rəqəmləri və cədvələ əlavə elədikdən sonra biz baxırıq ki, qırmızıya düşən artıq əvəzləşdirilmiş hər hansı bir elektron qaymə mövcuddur yoxsa yox. Hər hansı bir qaymə mövcuddursa biz onda həmin qaymənin əvəzinə həmin MMC üzrə, həmin şirkət üzrə baxırıq ki, hansı qaymələr əvəzləşdirilməyib, sırf o qaymələri əvəzləşdiririk. Daha sonra hal-hazırda bu demək videonun ikinci bölməsi üzrə inşallah çəkəcəm. Bu biraz uzun mövzudur. Detallı məlumat ötürmək üçün. Burada
əvəzləşdirilməmiş qaymələrin siyahısından əlavə siz ödədiyiniz ƏDV-ləri də yoxlaya bilərsiniz ki, ödədiyiniz ƏDV-lər məbləği üzrə həmin qaymələr müəssisədən qaymə almısınızmı? Və qaymə almısınızdan əlavə ikinci bir sual çıxır ki, siz həmin qaymələri əvəzləşdirmişsiniz. Bu videonun ikinci hissəsi olacaq inşallah. Onda detallı inşallah müzakirə edəcəyik. Bu sizin o müəssisə üzrə olacaq əvəzləşdirilməmiş qaymələrin siyahısı. Niyə ƏDV-dən azad olan bölmədə bunu elədim? Çünki ƏDV-dən azad olan bölmə onsuz da ƏDV əməliyyatları üçün, yəni bu cədvəl üçün bizə lazım deyil. Bura yaza bilərsiniz əvəzləşməmiş məbləğ. Bura yaza bilərsiniz ƏDV və rahatçılıq üçün sabah rəqəmləri daha rahat istifadə etməyiniz üçün 0.18-ə bölüb onun əsas hissəsində yaza bilərsiniz ki, kopyalayıb yapışdırmaq sizin üçün əlavə əvəzləşməni yığanda sizin üçün rahat olsun. Əvəzləşməni yığdığınız təqdirdə də hayd eləyib buradan elektron qaymənin nömrəsini, seriyasını və nömrəsini götürdükdən sonra əsas məbləği yazsaz, bu hissə avtomatik yəni hal-hazırdakı əvəzləşmə bölməsində rahatçılıqla çıxır. Ümid edirəm ki, bu mövzu sizin üçün anlaşılan və faydalı olacaq. Hər hansısa bir mövzu ilə bağlı suallarınız, əlavə bilgi əldə eləmək istədiyiniz bir mövzu varsa, zəhmət olmasa kommentaridə yazarsınız. O mövzularda, yəni sizin aktivliyinizdən asılı olaraq da bizim videonu paylaşmağımız inşallah, yəni onun üzərindən planlaşdırıram ki, sırf istəklərə uyğun video çəkim inşallah. Ümid edirəm ki, bu video sizin üçün faydalı olacaq. İnşallah növbəti videoda, bu videonun növbəti hissəsini çalışıb inşallah qısa müddətdə çəkəcəm. O da yenə də qayıdır sizin aktivliyinizə. İnşallah görüşərik.